Gününüz aydın olsun millət. Demək aliment qalxır. Bu alimenti qaldıran qurum. Alimenti qaldırır, amma özünə aid olan məsələləri yəni həll eləmir. Məsələlər nədir? Yəni bu təbii ki 230 manat verən alimenti 240 da verəcək, 250 da verəcək. Bunun bir ata kimi borcudur. Boşandısa o uşağın üstündədir, yəni ki onun alimentini ödəməlidir. Ay qurum, ay bu alimenti qaldıranlar. Mənim suallarıma cavab verin, xahiş edirəm, əgər görürsünüzsə. Bu aliment verən atanın nə vaxt bir maddi rifahını maraqlandınız? Nə vaxt bir bunun vəziyyətini maraqlandınız? Bəlkə bu insan heç imkanı yoxdur, bəlkə bu insan xəstədir, bəlkə bu elə qazandığını iynə dərmana verir. Nə vaxtsa bir maraqlandınızmı? Nə vaxtsa düşündünüzmü ki, bu uşağı bu necə saxlayacaq? Bu uşağa bu necə aliment verəcək? Hələ mən bir nəfərdən hesablayıram, adam var 3 uşağı atası ayrılıb. Yəni bu insanın maddi durumunu bir nəzərə aldınızmı ki, siz indi onu indi güya ki siz öz ailəmizdə güya ki uşaqların müdafiəsinə qalxmısınız, uşaqların maddi rifahını üçün eləyirsiniz. Başa düşdük, əgər o mövqedə deyilirsə Allah canı sağ eləsin, amma başqa maraqlarsa Allah ilə başınıza gətirsin. Qulaq asın. Demək, birinci məsələ. Uşaq bunu vermirsiniz, bunu qoyduq qırağa ilə, ümid verə-verə elə illərdə hamı gözləyir. İnşallah o da bərpa olunur. Birinci, siz nə vaxtsa maraqlandınızmı ki, bu uşağa aliment verilən ailədə bu uşaq bağçaya hara gedir? Hələ mən bağça yaşındayım. Hamısı özəl bağçalardadır. Niyə bir təhsil nazirliyinə demirsiniz ki, bu uşaqların niyə bağçalarda, dövlət bağçalarında yer yoxdur? Ancaq hamı qaçır özəl bağçaya. Yaxşı, özəl bağçada 200 manatdan aşağı yoxdur. Bu yaxşı yanaşaq o ana mövqeyindən. Bu ana alimenti aldı, özəl bağçaya versə, yoxsa uşağını dolandırsın. Niyə bunları nəzərə almırsınız? Hər şey elə ancaq aliment qaldır, ancaq düşün kişilərin üstünə, ancaq ailələrdə bir problemlər yaradın, maddi durumları. Bir insanların maddi durumunla maraqlanır. Ən əsas məsələyə gəlib çıxıram. O pozğun, əxlaqsız yolda olan boşanmış qadınlar. Hərəsi bir uşaq sahibidir, eləsi var 3 uşaq sahibidir. Onların niyə gedib o uşaqları əlindən alıb uşaqlar evinə qoymursunuz? Niyə o dövlət himayəsinə qoymursunuz? Hərəsi bir sosial şəbəkədə bir uşağı salıb yanına, nə bilim nəsə. Yəni ki, bunların hamısını siz özünüz görürsünüz. Bu cəmiyyətdə olan, o vəziyyətdə yaşayan, aliment hətta belə alan pozğun qadınlar var. Onların əlindən niyə uşağı almırsınız? Niyə o uşaqlara qayğı göstərmirsiniz? Niyə himayə, dövlətin himayəsinə almırsınız onları? İndi düşmüsünüz burada alimentin qaldırılmasından danışırsınız. Hansı ki o uşaqlar cəmiyyətdə neçə belə alimentli uşaqlar olacaqlar. Neçə belə onlardan səhər törəyənlər də, onların ərə getdikləri də, onların aldıqları da hamısı belə alimentə düçar olan bir uşaqlar olacaqlar. Yəni belə şeyləri nəzərə alın. Bu boşanmaların qarşısına almaqdan aliment qaldırırsınız. Bir boşanan insanın bir maraqlarla o boşanmağa gələndə qonşu dövlət Rusiyaya gedin baxın. Rusiyada kimsə şikayət etsə, geri ərizə yazırsa ki, mən boşandıram, o onu boşanmır, ötürür prokuraturaya. Prokuratura ötürür, deyir ki, bir maraqlarla bəlkə bu qadının psixoloji problemi var, bəlkə kişinin psixoloji problemi var, bəlkə bu bir faciəyə gəlib çıxacaqdı, ona görə boşanır, bir araşdırır, bir psixoloqlar gətirirlər, qoyurlar qarşısına araşdırırlar. Amma siz heç eləmirsə, siz ancaq heç aliment gəldi, boşarsan, ver dövlət rüsumunu, get boşan. Allah səni heç xoşbəxt eləməsin. Yəni bundan başqa siz provasiya şöbəsi ancaq kreditlə boşanmalara baxır, alimentlərə baxır. Siz biraz utanın da, bu millət uçuruma gedir axı. Bu aliment qaldırmaqla, yəni siz sadəcə uşaqları müdafiə yox, uşaqların atalarını pis vəziyyətə qoyursunuz. Birazdan baxacaqsınız ki, sərhəd olub kişi qalmayıb, hamısı qaçıb gedib ölkədə. Nəyə görə sizin bu məsələlərinize görə bir insanların maddi rifahını bir maraqlanır. Bir düşünün ki, bu uşağın valideyni hansı vəziyyətdədir, bu alimenti ödeyə biləcəkmi? Bəlkə bu uşağın atası həyat yaşamaq istəyir, gedib bəlkə ailə qurmaq istəyir, o gələcək uşağı üçün uşağını fikirləşsin, yoxsa bu qalxan alimentləri fikirləşsin. Heç nəyə düşünmürsünüz. Elə onu vurursunuz beyninizə ki, hə, bu belə olmalıdır. Siz qadınları müdafiə eləmirsiniz. Sizinki qadınları müdafiə eləmək deyil. Siz qadınlara ayaq yeri vermək vəziyyətini yaşadırsınız. İnciməsin buradan xanımlar, qadınlar. Elə takibində də ailəsi dağılmış qadınlar var. Yəni ailə dağılar pik nöqtədə. İndi kim kefindən boşanıb, kim pik nöqtədə boşanıb, kim hər bir səbəbdən boşanıb. Amma əksər boşananların mən deyərdim 70% sadəcə dözümsüzlükdən boşanıb. Bu dözümsüzlüyün səbəbini araşdırın. Ölkə uçuruma gedir. Bu xalq uçuruma gedir. Sizə əgər ucuz işçi qüvvəsi lazımdırsa, ay bu şəraiti yaradanlar, sizə ucuz işçi qüvvəsi lazımdırsa marketlərdə 300-400 manata boşanmış qadınları işlətməyə və yaxud da biraz ayağı sürüşkən olacaq, pis yolda olacaq, aparıb otellərdə ucuz işçi qüvvəsi kimi işlətməyə. Əgər bu lazımdırsa, açıq-aşkar deyin ki, bizə işçi qüvvəsi lazımdır. Yoxsa bu cəmaatı boşandırıb, alimentləri qaldırıb, insanları dövlətimizə qarşı nifrət yaratmayan belə hərəkətlər nifrət yaradır. Yəni baxın görün bir nəfər sosial şəbəkədə alqışlayır bunu. Alqışlayar kimlər alqışlayar? O harınlamış bəzi insanlar var, kefindən boşanan. Bax onlar. Əgər ləyaqətli qadınlar buna sevinməz. Ləyaqətli qadınlar ən azından uşağın atasını fikirləşər. Burada da heç bir qadın məndən inciməsin. Qadınlar mənim düşmanım deyil. Nədə ki, mən bütün kişilərin müdafiəsinə qalxmamışam. Mən bir kişi kimi onu da deyirəm ki,
şəxsiyyətsiz atalar da var. Onlara hər bir şey layiqdir. Söhbət şəxsiyyətli, ləyaqətli, qeyrətli atalardan gedir. Bəsdir. Bu qədər insanları, bu qədər kişiləri alçaldıb, kişilərin bu qədər əzmək olmaz. Allah xalqımızı qorusun.